Rəhimov Fariz Zahiroğlu 20 sentyabr 2001-ci ildə Qəbələ rayon Əmravan kəndində anadan olub. 2006-cı ildə Əmravan kəndində ilk təhsilə başlayıb və 9-cu sınıfı bitirdikdən sonra 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub. 2017-ci ildə həmin təhsil müəssisəsindən geniş profilli təzgahçı dərəcəsi ilə məzun olub. 2019-cu ilin payızında hərbi xidmətə gedib. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Laçın və Şuşa istiqamətlərində gedən döyüşlərdə savaşıb. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Vətən müharibəsində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə vətən uğrunda, Füzulinin azad olunması uğrunda, Cəbrailin azad olunması uğrunda, Xocavəndin azad olunması uğrunda və Şuşanın azad olunması uğrunda medalları ilə təltif edilib. Qəbələ rayon Əmravan kənd Şəhidlər Xiyabanında dəfn olunub. Məkanı cənnət olsun şəhidimizin.